müəllimlər, əziz qonaqlar, hər birinizi bugün Milli Musiqi Günümüz münasibətilə ürəkdən təbrik edirik. Bilirsiniz ki, bugün ayın 20-si sentyabr olmasına baxmayaraq biz Milli Musiqi Günümüzü qeyd edirik. 18 sentyabr Azərbaycan tarixində, Azərbaycanın mədəni tarixində çox önəmli, mühüm günlərdən biridir. Bugün Azərbaycan Respublikasının böyük bəstəkarı və eyni zamanda dünya şöhrətli Üzeyir Hacıbəyovun anadan olması günü münasibətilə təsis olunur. Üzeyir Hacıbəyov Azərbaycan musiqisinə, Azərbaycan mədəniyyətinə təkcə Leyli və Məcnun operasını yazmaqla yox və eyni zamanda Azərbaycan musiqisinə peşəkar musiqi ilə xalq milli musiqisinin birləşməsindən yaranan böyük bir irs qoyub getmişdir. Bu irs bugün də Azərbaycan xalqının qəlbində, damarlarında axır. Bugünkü gənclərimiz də bu irsi çox böyük şərəflə qoruyub saxlayır və eyni zamanda dünya səhnələrinə daşıyırlar. Bugün 20 sentyabr. 2024-cü ildə Azərbaycan Respublikasının prezidenti Azərbaycanda Milli Suverenlik Günü kimi qeyd olunmasının haqqında qərar imzaladı, əmr imzaladı və bugün Üzeyir'in musiqisi artıq qədim doğma Şuşamızda səslənməkdədir. Bu böyük bir fəxr, qürur hissidir. Bu qürur hissini bizə bugün, bu bayramın gözəlliyini bizə bugün Gəncə Uşaq İncəsənət Məktəbinin şagirdləri yaşadacaqlar. Beləliklə, mən sözü çox uzatmadan şagirdlərimizə vermək istəyirəm. Bayramınız bir daha mübarək olsun. Hoş gördükləri. Gəncə şəhər Uşaq İncəsənət Məktəbinin müəllim və şagirdlərindən ibarət Azərbaycanın 20 sentyabr Suverenlik Günü və dahi bəstəkarımız Üzeyir Hacıbəyovun 140 illik yubileyində hər birinizi xoş gördük. Və hamıza dərin təşəkkürümüzü bildiririk ki, dəyərli vaxtınızı da sərf etdiyiniz üçün. Təşəkkür edirik. Musiqisi Əhməd Savadın, sözləri Əhməd Savadın, musiqisi Üzeyir Hacıbəyov bəstələdiyi himninizlə tədbirimizi açıq edin. Biz bir yerdəyik və hamımız bir yerdə. Ali baş komandanımızın və iki ordumuzun yanındayıq.
həmişə fəxr etmişəm. Bu gün də fəxr edirəm ki, mən Azərbaycanlıyam. Köprülərimizi açıq eləməmişdən qabaq Hülya xanıma dərin təşəkkürümüzü bildirib bizə şərait yaratdığı üçün çox sağ olsunlar. Və ən əsası mən öz valideynlərimə hər birinə ayrı-ayrı təşəkkür edirəm ki, 2 ay mənlə bir yerdə çiyin-çiyinə mübarizə apardılar. Təşəkkür edirəm. Üzeyir Hacıbəyli. Üzeyir Hacıbəyli Azərbaycan xalqının ən böyük bəstəkarı, musiqişünası, pedaqoqu, maarifçisi və ictimai xadimlərindən biridir. O həm şərqdə, həm də bütün müsəlman dünyasında ilk operanın müəllifi, Azərbaycan Professional Musiqi Məktəbinin banisi, həm də Milli Musiqi Teatrının yaratıcısı sayılır. Üzeyir Hacıbəyli 18 sentyabr 1885-ci ildə Ağcabədidə anadan olmuşdur. O əvvəl Şuşada, sonra Qori müəllimlər seminariyasında, sonra isə Peterburq konservatoriyasında musiqi təhsili almışdır. 1908-ci ildə yazdığı Leyli və Məcnun operası ilə tarixə düşmüşdür. Bu bütün şərqdə ilk opera idi. Bundan başqa Koroğlu, Arşınlı olan kimi əsərlər yalnız Azərbaycanda deyil, bütün dünyada məşhurlaşdı. Koroğlu qəhrəmanlıq ruhu ilə Arşınlı komik musiqili janrda dünya şöhrətini qazandı. Üzeyir Hacıbəyli Azərbaycan Dövlət Konservatoriyasının yaratıcısı və banisi olmuşdur. Azərbaycan xalqının milli himnimizin musiqisinin müəllifidir. Musiqi nəzəriyyəsinə aid dəyərli əsərlər yaratmışdır. Muğamların elmi əsaslarını öyrənmişdir. Üzeyir Hacıbəyli yalnız bir bəstəkar deyil, maarifçi, publisist, təşkilatçı idi. Onun əsərlərində Azərbaycan xalqının milli ruhu, muğamı ilə qərb musiqisinin sintezi var. Hər il 18 sentyabr Azərbaycanda Milli Musiqi Günü kimi qeyd olunur. Milli Musiqi Günündə Azərbaycan xalqı Üzeyir Hacıbəylinin adını fəxrlə yad edir. Onun ölməz hissi xalqımızın yaddaşında əsrlər boyu yaşayacaq. Milli mədəniyyətimizin möhtəşəm simvolu olaraq qalacaq. Sevgili Canan. Sevgili Canan 1943-cü ildə Üzeyir Hacıbəyli tərəfindən Nizami Gəncəvinin Sənsiz qəzəlinin sözlərinə bəstələnmiş romansdır. Bu romans Nizami Gəncəvinin 800 illik yubileyinə yazılmışdır. Bəstəkar 2 romans bəstələmişdir. Sənsiz və Sevgili Canan. Sevgili Canan farsça yazılmış, onu dilimizə Mirvari Dilbazi tərcümə etmişdir. Əsərin ilk ifaçısı dünya şöhrətli vokalcı Bülbül olmuşdur. Sonraki illərdə bu romansı Rəşid Behdudov, Müslüm Maqamayev, Lütfiyar İmanov kimi sənətkarlar öz repertuarlarına daxil etmişdir. İndi mən Gəncə şəhər Uşaq İncəsənət Məktəbinin 4-cü sinif şagirdi Abbasova Selcan Sevgili Canan romansını ifa edəcək.
başlamışdı. O 7 yaşında olarkən Şuşada səhnələşdirilən Leylinin məzarı başındakı səhnəsində təsirlənmişdi. Və 1908-ci ildə yanvarın 25-də Məhəmməd Füzulinin Leyli Məcnun poeması əsasında operanın təməlini qoymuşdur. O bu əsəri oxumaq üçün opera ifadəsi axtarırdı. Uzun zaman sonra kişi ifadəsi tapır. Kişi ifadəsi rolunda Hüseynqulu Sarabinski ifa edir. O dövrün tələblərinə görə qadın ifadəçiləri səhnəyə çıxa bilməzlər. Qadın ifadəsi rolunda Gəncədə Çayxanada çaypaylayan Əbdürrəhman Fərəcoğlu adlı gəncin səsini bəyənir və həmin gənc Leylinin ilk rolunu ifa edir. İlk rejissor Hüseynqulu Ərəbinski olur. Dirijor Əbdürrəhman Haqverdiyev olmuşdur. Sonradan qadın ifadəsi rolunda Süreyya Qacar olmuşdur. Leyli və Məcnun operasından qızların xoru Üzeyir Hacıbəylinin yazdığı ən möhtəşəm musiqi nümunələrindən biridir. Və mən Gəncə şəhər Uşaq İncəsənət Məktəbinin 2-ci sinif şagirdi Verdiyeva Sevgi Leyli və Məcnun operasından qızların xorunu ifa edirəm. Musiqi mədəniyyətinin banisi, böyük bəstəkar Üzeyir Hacıbəyli bir-birinin ardınca Şeyx Sənan, Rüstəm və Zöhra, Əsli və Kərəm, Şah Abbas və Xurşudbanu və Harun və Leyla operalarını yazır. Leyli və Məcnun operası 5 pərdəlidir. 3-cü pərdəsi təsirli bir musiqi nümunəsidir. Bu pərdə Məcnunun Leylidən ayrı düşməsinin kədərli vəziyyətini əks etdirir. Musiqisi Azərbaycanın muğam və simfonik melodiyaları ilə çox zəngindir. Leyli Məcnun operasının 3-cü pərdəsi Məcnunun səhraya düşməsini əks etdirir. Və mən 1-ci sinif şagirdi Məmmədova Rəhlə Leyli və Məcnun operasına rəqsi ifa edirəm.
Üzeynin yaradıcılığı uşaqlıqda gördüyü, yaşadığı hadisələrlə bilavasitə əlaqəlidir. O musiqili komediya janrında bir çox operettalar yazmışdır. Bunlar Olmasın bu olsun və Aşıq Mal olan. Olmasın bu olsun musiqili komediya uşaq vaxtı Şuşada yaşayarkən bazardakı hadisələri görüb və yaddaşına saxlamışdır. Sonra isə Olmasın bu olsun operettasında əks etdirilmişdir. Olmasın bu olsun operettası bu hadisələr istinadədir. Leyli və Məcnunun 5-ci pərdəsi Leyli və İbn Salamın toy səhnəsindən bəhs edir. Burada səslənən musiqi Arazvari milli musiqisidir. Arazvari Şur muğam ailəsinə daxil olan zərbi muğamdır. Bəstəkar burada xalq rəqsi kimi rəqs havasını gözəl tərzdə ifadə etmişdir. Arazvari maarif ifadısı xanəndə Seyid Şuşski sayılır. Və mən Əşrəfim var, Gəncə şəhər Uşaq İncəsənət Məktəbinin 4-cü sinif şagirdi Leyli və Məcnunun 5-ci pərdəsi olan Arazvari musiqisini ifa edəcəyəm.
Azərbaycan xalqı bir çox musiqi mədəniyyətinə malikdir. Azərbaycan xalqının bir çox mahnıları və rəqsləri var ki, bunlar igidlik, qəhrəmanlıq, cangavərlik, döyüşün çağırış ruhunu ifadə edir. Bunlardan biri də Qədim Zəngi rəqsidir. Üzeyir Hacıbəyli yaratdığı Koroğlu operasında zəngi musiqisi mühüm yer tutur. Zəngi havası, igidlik, mübarizə, cangavərlik ruhunu obrazlı dillə desək, sanki damarda axan qanı, cuşa gətirən səsi Üzeyir Hacıbəyev nota köçürmüşdür. Dediği sözü öz dilinden eşidir ve Üzeyir Hacıbəyinin öz sesini eşidir. Yani bu da girip bizim görevlerini İslam reşitliğinde meydana koymak. Bu hususda hususi olarak var. Ondan sonra evlilik işlerinde Ermeni Bölge'yi bugünlerde akademik tarafından üniversitesinden elmesaydı. Bu ayette Azerbaycan Müslüman'ın esaslarına ait yetim rehber. Ben bu bilirəm ki, bu ayette sadece Azerbaycan Müslüman'ın belki bu Sovyet Müslüman'ın yeni bir yolla takip etmekten edilecek. Ondan sonra Müslümanların mezhep dikkatli olacağı bilirəm ki, bu ayette Azerbaycan Müslüman'ın tahsil etmekten gelen yeni bir görev var meydana geldi. Bilirəm ki, Müslümanlar bu görev neler ettik? Musiki eğilimini ve musiki sanatını yeni yollarla takip etmesi meselesine daha ciddi etki edecektir.
qiymətlidir və Üzeyir Hacıyevin ictimai-siyasi fəaliyyəti əvvəldən axıra qədər bizim qiymətlidir. Çünki bunlar hamısı Azərbaycan xalqının dirçəlməsinə, Azərbaycan xalqının mədəniyyətinin inkişaf etməsinə, Azərbaycan xalqının özünü tanınmasına xidmət edir. Bu xidmətlər heç vaxt unudulmaz. Bu xidmətlər əvəzsiz. Üzeyir bəy, Arşın Mahnının operettasını yazarkən gənc yaşlarında müşəddət insan davranışları və gündəlik həyat motivlərində ilham alaraq yaradı. Arşın Mahnı 1913-cü ildə yazılıb və tez bir zamanda Azərbaycan səhnəsində bütün dünyayı yaydı. Arşın Mahnı sesindən çox ölkədə səhnəyə qoydu. İlk dəfə Tağıyev teatrında tamaşaya qoyulmuşdur. 1913-cü il 25 oktyabrda səhnəyə qoyulan bu tamaşa çox uğurlu olmuşdur. İndi isə mən Cəzə Şəkildə Sənət Məktəbinin fortepiano üzrə 2-ci sinif şagirdi Behzədə Şamlı. Arşın Mahnıda müqəddiməni ifa edirəm. Mənim şəhid edir Uğur Rızayev, Müşfiq Abbasov. Bundan əlavə Türkiyə, İran, Amerika kimi ölkələrə yayılıb bütün dünyaya səs salıb. Üzeyir bəyin həyat yolu
aşırı olan operettasını 1918-ci ildə Xüsusi komediyanın Plaveni Moskvada nəşr edilmişdir. Biz bu il 2024-2025 Azərbaycan Dövlət Akademiyasında World Harmony müsabiqəsində iştirak etdik. Əziz müəllimimiz Akif müəllimə bizi Üzeyir Hacıbəyinin ev muzeyinə ekskursiya yapardı. Mənim orada ən çox diqqətimi çəkən Üzeyir Hacıbəyinin Şuşadakı ev maketi oldu. İndi isə bizim Üzeyir Hacıbəylidən ev muzeyinin kısa bir videosunu izleyin. Azərbaycan Respublikasının 20% torpaqlarını işğal etmişdilər. Azərbaycan dövləti bu işğala dözə bilmədi. 30 illik işğaldan sonra öz ərazi bütövlüyünü bərpa etməyə başladı. 2020-ci il sentyabr
sentyabrın 27-sində başlamış 44 günlük Vətən müharibəsi nəticəsində Azərbaycan Silahlı Qüvvələri Ermənistan ordusunu darmadağın edib və tarixi zəfər qazanıb. Prezident İlham Əliyev Azərbaycan Respublikasının Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq 2024-cü il sentyabrın 19-da Azərbaycan Respublikasının bütün ərazilərinin alimliyini təmin etdi. 2024-cü il sentyabrın 19-da Prezident İlham Əliyev Azərbaycan Respublikasında suverenlik gününün təsis edilməsi haqqında sənədcəm imzalayır. Hər sentyabrın 20-sində Azərbaycan Prezident İlham Əliyev Azərbaycan Respublikasında suverenlik gününün qeyd edilməsini qəbul edir. Üzeyir Hacıbəyli'nin en möhtəşəm operalarından biri olan Əsli və Çələm operasıdır. Opera 1912-ci il mayın 18-də Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrında tamaşaya qoyulmuşdur. Tamaşada Əsli rolunu ilk dəfə Əhməd Adamski, Çələm rolunu isə Hüseynqulu Sarabinski oynamışdır. İndi isə mən Uşaq İncəsənət Məktəbinin 1-ci sinif şagirdi Ələşqərov Şəms Əsli və Çələm operasından xoru ifa edəcəyəm. Üzeyir Hacıbəyli 300-dən çox xalq mahnısını toplayıb nota salır. Məsələn, mahnı və romanslar, marş, kantata, fantaziya və xor kimi əsərlər yazır. Əhməd Zavadın sözlərini bəstələnmiş, Çırpınır və Qaradəniz Azərbaycanda deyil, bütün Türk dünyasında məşhurdur. Leyla Məcnundan sonra sənətinin ən zirvəsi sayılan Köroğlu operası olmuşdur. 1937-ci il aprelin 30-da Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrında ilk dəfə tamaşaya qoyulmuşdur. Üzeyir Hacıbəyli bizim dairliyimizi və milli musiqimizin gücünü göstərir. Uvertüra özündə qəhrəmanlıq, mübarizə və sözlərini əks etdirir. 1941-ci ildə Stalin mükafatını qazanır. 1948-ci ildə vəfat edən Üzeyir Hacıbəylinin cənazəsində görünməmiş bir izdiham yaşanır. Bülbülün ifası altında Sənsiz romansı ilə və Fəxri Xiyabanında dəfn olunur. Thank you.
Mən inanmıram ki, bu lektiradan sonra kimdəsə o milli kimlik, milli dəyərlərə hörmət hissi içində tüğyan eləməsin. Həqiqətən də ayağından elə bil ki, qalxan o özünə, kimliyinə, milli mədəniyyətinə olan o qürur hissi insanda baş qaldırır. Bunu bizə bugün yaşadan Uşaq İncəsənət Məktəbinin kollektivinə, bax bu şagirdlərimizə təşəkkür edirik. Qahrə müəllimə təşəkkür edirik. Əmək keçən hər bir kəsə, Akifə müəllimə çox sağ olun. Həqiqətən biz bugün bir daha şahid olduq ki, bayağı musiqinin tüğyan elədiyi bir vaxtda siz bizi əsl musiqimizin, əsl mədəniyyətimizin sehrinə saldınız. Çox təşəkkür edirik və inanırıq ki, bizim milli musiqimiz, bizim peşəkar musiqimiz bax belə bir şagirdlərimizin sayəsində ayaqdadır və dünyada həmişə uca olacaq, bütün dünya xalqlarını ayaq üstə qaldırmağa qadir olacaq. Təşəkkür edirik hər birinizə. Çox sağ olun. Bugün bizə yaşatdığınız bu gün üçün və musiqi bayramınız bir daha mübarək olsun.
Bizdə həvəs. İki ayrılısı demişken çektiği əziyyətə görə müşahidə birlikdə, valideynlərlə birlikdə hamımıza öz teşekkür ederim. Çok sağ olun. Teşekkür ederim. Bu güzel bilginizden paylaştığınız için, güzel çıkışlarınız için, iştirakınız için. Allah sizi korusun. Ve böyle de devam edin. Çok da güzel görünsünüz. Her biriniz bir çiçek. Sağ olun. Bizim şeklimizi çekin.